cəzalandırmağa çalışır və öz otoritəsini bu cinayətləri törətməklə sağlamağa çalışır. Məsələ budur. Yəni İran rejimi durmayacaq. Bizə Gürcüstandan bir zəng var. Bizim bu mitingimizi dəstəkləmək üçün Fazil bəyə söz verək. Dəyərli Fazil bəy, mən telefon. Fazil bəy, xoş gördük sizi. Salam, xeyirli axşamlar Teymur bəy. Xeyirli axşamlar. Buyurun Fazil bəy. Teymur bəy, hər şeydən öncə istərdim ki, Gürcüstan türkləri adından şəxsən sizi bizim millətimizin, Gürcüstanımızın şərəfli oğlu kimi doğum günü münasibətindən təbrik edək. Sizə uzun ömür, can sağlığı arzu edək. Nə yaxşı ki, siz varsınız. Həmişə bizə dəstəksiniz. Gürcüstan türklərinin problemlərini, haqq hüquqlarının müdafiə olunmasında, səsimizi dünyaya çatdırmaqda bizə həmişə yardımcı olursunuz. Və Gürcüstanda baş verən nə ki, müsbət hadisələr varsa, hər birində sizin zəhmətiniz var və sizə buna görə əlavə ürəkdən təşəkkürümüzü bildirirəm. Mən təşəkkür ederim. Çox sağ olun Fazil bəy, sağ olun. Sizin müsafiriniz olan bizim cənublu qardaşımızı ürəkdən salamlayıram. Bir neçə dəqiqə öncə mən Cənubi Azərbaycanda keçirilən toy mərasimlərinə baxırdım və vallahi billahi sanki mən elə bir ki, borçmalı deyildir. Nə qədər oxşar, nə qədər doğmalıq var. Sanki neçə yüz illər keçməyinə baxmayaraq, demək, SSR-nin və Fars sisteminin, imperiyaların əlinin altında olmağımıza baxmayaraq, böyük millətik ki, biz bu ənənəmizi, adətimizi qoruyub saxlaya bilmişik, nə qədər də doğmayıq. İkinci, mən istəyərdim ki, Avropada yaşayan bütün Gürcüstan türklərinə xahiş edirəm ki, Brüsseldə nəzərdə tutulan cənublu qardaşlarımızın etiraz aksiyasına qoşulsunlar. Çünki bugün elə bir zamanə gəlib çıxırdı ki, artıq cənubun dərdi bizim dərdimizdir, bizim dərdimiz şimalın dərdidir və ümumiyyətlə dünya türkləri bu dəqiqə bir yumruq kimi birləşməliyik. Türkiyədə baş verən deprem hadisələri, Foyda baş verən deprem hadisələri, Molla rejiminin bizim millətimizin üstünə gəlməyi, başqa Fransanın və demək bizə nətərdim düşmən mövqelər sərgiləyən super güclərin bizim millətin üzərinə gəlməyi, hər bir türkün bu dəqiqə deməli birləşməsinə böyük ehtiyacı olduğuna bir də nişanədir. Ona görə xahiş edirəm, nə qədər əsas işimiz olsa belə onu kənara qoyaraq cənublu qardaşlarımıza dəstək olayıq. Çünki biz ayrıca xoşbəxt ola bilmərik, biz bir orqanizmik. Əgər bizim Foyda, Urmiyada, Təbrizdə, Mərətdə və başqa yerlərdə bacı qardaşlarımız, uşaqlarımız ağlayırsa, biz nə Gürcüstanda, nə Bakıda, nə Avropada heç vaxt gülə bilmərik. Çünki biz canıq, onu unutmuyum və biz birlikdə xilas olmalıyıq, birlikdə sağlam olmalıyıq. Teymur bəy, bir dəqiqədə vaxtını alacağım. Buyurun Fazil bəy, buyurun. Bu yaxın günlərdə Marniol rayonunda İrandan deməli Yasin Hüseynzadənin o şizofrenik, mənə bağışlayın, şizofrenikin bir əqrabası Loğman cismində bir canlı həkim zühr edildi Marniolidə. Artıq bizə sabahsız dindoş və yaxud sabahsız molla və narkotik heroin eksport edən Molla rejimi bu dəfə Marnioliyə deməli Loğman göndərib, həkim göndərib və çox maraqlı odur ki, Gürcüstan hakimiyyəti yoxlamadan, bilmədən, lisensiyası sertifikatı olmayan bir nəfər belə dərdim dırnaq içində Tələddüz Loğmanın ehdi işlə Marniolidə fəaliyyətə başlayaraq dindoşlar və bəzi İran jurnalistləri, İran müsəlmanlarının demək olan jurnalistikasından məşğul olan bəzi jurnalistlərin böyük reklamından artıq təbliğ olunmağa başlayıblar. Mən sənin yetirindən şəxsən istifadə edərək bütün Gürcüstan türklərinə müraciət eləmək istəyirəm və deyirəm. Ay soydaşlar, qardaşlar, bacılar, bilin və agah olun. Molla rejimi 200 ildən bəri Türkmənistan və Gürcüstan sülh müqaviləsindən üzü bəri il ondan da əvvəl bizim millətimizə zülm edilir. Türk məktəblərini bağlayıb, Azərbaycanlara, cənubda yaşayan Azərbaycanlara divan tutur. Ermənilərə hər bir şərait yaradırlar. Cənab-ı Anna, Cənab-ı Paşinyanla dostluq eləməyinə baxmayaraq ermənilərə tanklar, BT-lər yanacaq verib bizim üzərimizə, Azərbaycanın üzərinə göndərir.
Yatsin, Hüseyinzadə kimi şizofrenik öyrədərək bizim səfirliyimizdə 100 milyon və səfirliyimizdə soydaşımızı qətlə yetirib qalanlarını öldürmək istəyir. Bununla yanaşı Xocalıya diversiya qrupları yaradıb, orada erməniləri Azərbaycana qarşı nə tərə vuruşmaq, raket atmaq və necə Azərbaycanlıları partlatmağı öyrədir. Və bilin ki, düyünə qədər biz Fars Molla rejiminin Azərbaycana qarşı apardığı destruktiv siyasətin nəticəsidir ki, həmin 44 günlük müharibə ərzində, həmin ondan sonra bugün özündə Zəngəzur koridoru bizim ölümümüz deməkdir deyən Fars Molla rejimi Mariniulidə hansısa da tırnaq içində müsəlmanın xilas olunmağını və müalicəsini istəyə bilməz. Əgər hər ay 100 tona qədər narkotik ora göndərib Türkistanda bizim türk balalarımızı məhv edə, onları qırıb axırına sıxan bir yaramaz, bir diktatura hakimiyyəti, xoyda uşaqlarımız pişkirir, nə Azərbaycanın, nə Türkən köməyini qəbul etmədi və bizim uşaqlarımız palatkalarda büyün özündə ağlar qalıb, titrəşir. 500-ə yaxın bizim körpə balalarımız qızları zəhərləyən və bizdə zəhərləyən bir yaramaz diktatura hakimiyyəti bizim eyni millətə Təbrizdə zəhərləyib gəlib onu Mariniulidə eyni milləti xilas edə bilməz. Əyəcoli Sivrət o Dələduzun o Mariniulidən qovlanmasını sizdən xahiş edirəm. Çünki o da şizofrenik Yasin kimi bilin və agah olun. Sizi Təbrizdə olan qızlarımız kimi zəhərləyəcək. Heç gecə inanmayın. O bir-iki xanımlar şıvan çıxırlar, onu reklam edirlər. Onlar ya onu gətirən din dostların, o qum uşaqlarının qohumlarıdır, ya da kimsə hansısa da jurnalist pul alıbdır o İranlılardan və sizi mən yenə deyirəm kütləvi surətdə zəhərləyib qıracaqlar. Ona görə ağıllı olun, təzəvi surətdə Mariniulidən o gələn dırnaq içində loğmanı, Fars loğmanını, Fars doktorunu oradan geri bir zəhənnəm olsun geçsin ki ona deyin ki, get Təbrizdə zəhərlədiyimiz üç qızlarını müalicə edə. Şərəfsizdə. Dediğim bu kadar. Sağ olun Fazil Bey, çok sağ olun.